10-cu suala baxırıq. Deyir, cədvələ əsasən uyğunluğu müəyyən edin. Biz doğru olan sütundan doğru fikir götürməliyik, yanlış olan sütundan da yanlış fikri götürməliyik. Birinciyə baxırıq. Deyir ki, müəllim şagird və valideynlərlə ünsiyyət zamanı xoşagəlməz zarafatlardan və vulqar sözlərdən istifadə edir. Mədəni davranış tələbinin pozulması prinsipini göstərir. Bəli, xoşagəlməz zarafatlardan, vulqar sözlərdən, qeyri-etik ifadələrdən müəllim istifadə edirsə, mədəni davranış tələbini pozmuş olur. İkincidə deyir ki, sinifdə ailədaxili problemi olan risk qrupuna daxil şagird oxuyur. Buna görə müəllimin bu uşağın münasibəti mənfidir. İnsanların hüquq və azadlıqlarına hörmət tələbinin pozulması prinsipini göstərir. Xeyr, burada qərəzsizlik prinsipinin pozulmasıdır. Bu yanlış fikirdir. Bizə doğru olan lazım idi. Birincini götürdük. Birinci fikir bu sütunda doğrudur. İndi keçirik yanlış olan sütunlara baxırıq. Oradan isə yanlış olan fikri tapmalıyıq. Deməli, üçüncüdə deyir ki, sinifdə şagirdlərdən 2 yaş böyük olan şagirdi hər kəs məsxərəyə qoyurdu. Müəllim isə bu zaman şagirdlərə heç bir irad bildirmirdi. Mədəni davranış tələbinin pozulması prinsipini göstərir. Müəllim şagirdin məsxərəyə qoyulmasına reaksiya bildirmirsə, burada mədəni davranış prinsipi yox, şagirdi fiziki və psixi zorakılığın bütün formalardan qorumaq öhdəliyinin pozulmasıdır. Ona görə də bu fikir yanlış fikir olduğuna görə biz nə edirik? Yanlış sütundan yanlış fikri götürürük. Yəni üçüncünü götürürük. Doğru sütundan 1, yanlış sütundan da 3. 1-3 A variantı bizim deməli sualımızın cavabıdır. Dördüncüyə də baxaq. Deyir, müəllim məktəblərarası yarışlarda daima öz məktəblərini tərifləməklə yanaşı, digər müəllimləri və şagirdlərin savadsızlığından bəhs edir. Loyallıq tələbinin pozulmasıdır. Bu sual özü-özlüyündə prinsip cəhətdən yanlış deyil, doğru fikirdir. Lakin yanlış sütunda verildiyinə görə burada uyğunluq pozulub. Yəni bizə yanlış sütundan yanlış fikir lazımdır. Yəni üçüncü burada yanlış fikir idi. 1-3 A variantı.